Salam, gündəlik aldığınız o bir fincan qəhvə var ha və ya o yeni aldığınız smartfon. Heç düşünmüsünüz onların qiyməti necə əmələ gəlir? Yəni, kim qərar verir ki, bu qəhvə 5 manat olmalıdır? 10 yox, bax, bugün biz məhz bu sualın cavabını axtaracağıq. Bazar iqtisadiyyatının o mürəkkəb görünən dünyasına girib, hər şeyi sadə dillə başa düşməyə çalışacağıq. Gəlin bazarın nə olduğunu anlamaq üçün bir anlıq gözlərimizi yumaq və Taylandada o məşhur qayıqlar üzərindəki bazara getdiyimizi təsəvvür edək. Hər tərəf rəngərəngdir, qayıqlarda təzə-təzə meyvələr, əl işləri, hər şey suyun üstündə alınıb satılır. Bax, bu, bazarın ən sadə, ən ilkin formasıdır. Alıcı var, satıcı var. Və onlar bir araya gəlir. İndi isə o rəngarəng qayıqlardan birbaşa New York Fond birjasına ışınlanaq. Tam bir kontrast, elə deyilmi? Burada əllə tutulan meyvələr, tərəvəzlər yoxdur. Burada dünyanın ən böyük şirkətlərinin səhmləri, yəni onların gələcəyi alınıb satılır. Milyardlarla dollar saniyələr içində əl dəyişir. Amma bilirsiniz ən maraqlısı nədir? Miqyas tam fərqli olsa da, mahiyyət eynidir. Yenə alıcılar var, yenə satıcılar var və hamısı bir qiymət üstündə razılaşmağa çalışır. Deməli, hər ikisi də bir bazardır. Yaxşı, bəs bugünkü söhbətimizdə nələrdən danışacağıq? Gəlin baxaq. Birincisi, görək bu bazar dediyimiz nədir əslində? Sonra iqtisadiyyatın fərqli formalarına qısa bir səyahət edəcəyik. Üçüncüsü, bazarın ürəyi sayılan tələb, təklif və rəqabətdən danışacağıq. Sahibkarın bu prosesdəki rolunu da unutmayacağıq əlbəttə. Və sonda bütün bunların necə bir möcüzəvi tarazlıq yaratdığını görəcəyik. Elə isə başlayaq. Gəldik birinci dayanacağımıza, bazar nədir? Bu sözü gündə 10 dəfə işlədirik. Bazara gedirəm, bazar qiyməti. Bəs əslində nə deməkdir bu? Sadəcə bir məkan adıdırmı? Yoxsa arxasında daha dərin bir məna var? Gəlin baxaq. Bilirsiniz, bazar elə bir şey deyil ki, kimsə bir gün durub desin ki, gəlin bazar yaradaq. Yox, o cəmiyyətin öz inkişafı zamanı yavaş-yavaş, təbii şəkildə yaranıb. Əslində bu bir iqtisadi əlaqə formasıdır, bir münasibətlər şəbəkəsidir. İnsanlar bir-biri ilə nəsə alıb satmağa başlayanda artıq bazarın təməli qoyulmuş oldu. Təsəvvür edin, minlərlə il əvvəl hər şey nədən başladı? İnsanlar sadəcə özlərinə bəs edəcək qədər yox, biraz daha artıq məhsul istehsal etməyi öyrəndilər. Məsələn, bir kənddə biri çox yaxşı gilqablar düzəldirdi, o biri isə çox məhsuldar taxıl əkirdi. Artıq dulusçunun özünə taxıl əkməsinə, əkinçinin isə qab düzəltməyə çalışmasına ehtiyac qalmadı. Hərə öz işində peşəkarlaşdı. Nəticədə nə oldu? Dulusçu artıq qablarını əkinçinin artıq taxılına dəyişməyə başladı. Bax, bu mübadilədə ticarəti, yəni ilk bazarları yaratdı. Yaxşı, bazarın köklərinin hara getdiyini anladıq. Amma bir şey də bilmək lazımdır. Bazar iqtisadiyyatı həmişə mövcud olmayıb. Bu, bəşəriyyətin gəldiyi son dayanacaqlardan biridir. Gəlin o dayanacağa qədər hansı yollardan keçdiyimizə bir baxaq. Deməli, əvvəllər hər şey çox sadə idi. Hamı nə istehsal edirdisə, özü üçün edirdi. Buna deyirlər natural təsərrüfat. Yəni, özüm əkdim, özüm bişirdim, özüm yedim. Amma sonra dediyimiz kimi artıq məhsul yarandı. İnsanlar başa düşdülər ki, bu artığı kiməsə verib, əvəzində özlərində olmayan bir şeyi ala bilərlər. Bu oldu əmtəə təsərrüfatı, yəni satış üçün istehsal. Və bu alış-veriş o qədər böyüdü, o qədər mürəkkəbləşdi ki, artıq hər şeyi tələb və təklif kimi qanunlar idarə etməyə başladı. Bax, bu da bizi birbaşa müasir bazar iqtisadiyyatına gətirib çıxardı. Yaxşı, gəldik ən maraqlı yerə. Bu bazar iqtisadiyyatı deyilən mexanizmi işlədən nədir? Onu hərəkətə gətirən qüvvələr hansılardır? Gəlin bu sistemin, belə demək mümkünsə, mühərrikinin işinə baxaq. Baxın, bazar iqtisadiyyatının təməlində 3 əsas anlayış dayanır. Tələb, təklif və rəqabət. Bunları 3 ayaqlı bir stul kimi düşünün. Bir ayağı tələb, yəni bizim bir şeyi almaq istəyimiz. İkinci ayağı təklif, yəni istehsalçıların həmin şeyi satmaq istəyi. Və üçüncü, ən vacib ayaq isə rəqabətdir. Bu 3 ayaqdan biri olmasa, stul yıxılar, yəni sistem işləməz. Gəlin başlayaq tələbdən. Tələb nədir? Çox sadə dildə desək, bu bizim bir məhsulu və ya xidməti almaq istəyimiz və buna imkanımızın olmasıdır. Qanunu da hamımız gündəlik həyatımızdan bilirik. Təsəvvür edin, çox bəyəndiyiniz bir ayaqqabı var, amma qiyməti bahadır. Bir gün görürsünüz ki, 50% indirimə düşüb. Nə edərsiniz?
Çox güman ki, alarsınız. Deməli, qiymət aşağı düşəndə bizim almaq istəyimiz, yəni tələb artır. Bu qədər bəsit. İndi də gələk məsələnin o biri tərəfinə, yəni təklifə. Təklif də istehsalçının, satıcının mövqeyidir. Yeni bir misalla başa salaq. Deyək ki, siz bir fermersiniz və pomidor əkirsiniz. Bazarda pomidorun qiyməti birdən-birə qalxır. Siz nə düşünərsiniz? Əla, daha çox pomidor satıb daha çox pul qazana bilərəm. Yəni, qiymət artdıqca sizin satmaq istəyiniz, yəni təklif də artır. Və bax, məhz bu nöqtədə bazarın əsas münaqişəsi, əsas intriqası başlayır. Bir tərəfdə alıcı var, deyir, mümkün qədər ucuz almaq istəyirəm. O biri tərəfdə satıcı var, o da deyir, mümkün qədər baha satmaq istəyirəm. Görürsünüz, maraqlar tamamilə bir-birinin əksinədir. Bu, əslində əbədi bir maraqlar toqquşmasıdır. Amma bu ziddiyyət heç də pis bir şey deyil. Əksinə, bazarı canlı saxlayan, onu inkişafa sövq edən məhz bu gərginlikdir. Yaxşı, bəs bu daimi qarşıdurma necə tənzimlənir? Yəni, alıcı ilə satıcını ortaq məxrəcə gətirən o qüvvə nədir? Cavab çox sadədir. Rəqabət. Bəli, o üç ayaqlı stulun üçüncü ayağı. Rəqabət eyni sahədəki şirkətləri, istehsalçıları bizim, yəni alıcıların ürəyini və pulunu qazanmaq üçün bir-biri ilə yarışmağa məcbur edir. Və bu yarış həm qiymətləri tənzimləyir, həm də keyfiyyəti. Bu mübarizədə isə hər kəsin öz silahı var. Bir şirkət deyir, mən daha keyfiyyətli məhsul istehsal edəcəm. Başqa biri qiyməti aşağı salır. Digərləri isə fərqli yollar axtarır. Daha gözəl qablaşdırma, pulsuz çatdırılma, məhsulun üstündə kiçik bir hədiyyə. Fərqi yoxdur hansı üsulu seçirlər. Amma məqsəd həmişə birdir, bizi öz müştərilər etmək. Yaxşı, tələbi, təklifi, rəqabəti anladıq. Bəs bütün bu prosesi kim başladır? Kim risk edir? Yeni ideyalar ortaya atır? Gəlin, indi də bazar iqtisadiyyatının əsas qəhrəmanına, yəni sahibkara diqqət yetirək. Sahibkar kimdir? Baxın, sahibkar təkcə pul qazanmaq üçün iş quran adam deyil, əsl sahibkar bir ehtiyacı və ya problemi görən, onun həlli üçün risk edən, yeni bir şey yaradan və bununla da dəyər ortaya qoyan insandır. Onlar bazarı durğunluqdan çıxaran, ona yeni nəfəs verən əsl mühərriklərdir. Gəlin bu prosesə addım-addım baxaq. Sahibkar bir iş qurur. İş uğurlu olanda o mənfəət qazanır. Qazandığı mənfəətdən dövlətə vergi ödəyir. Bəs o vergilər hara gedir? Məhz həmin pullarla bizim istifadə etdiyimiz yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Yəni, uğurlu bir sahibkar təkcə özünü yox, bütün cəmiyyəti irəli aparır. Bu, iqtisadiyyatın sağlam işləməsi üçün həyati bir dövrandır. Məsələn, elə Azərbaycanda fəaliyyət göstərən abad mərkəzlərini götürək, bu mərkəzlərin əsas məqsədi məhz kiçik ailə bizneslərini, yəni sahibkarlara dəstək olmaq, onların ayağa durmasına və inkişaf etməsinə kömək etməkdir. Bu da sahibkarlığın cəmiyyət üçün nə qədər vacib olduğunun bir göstəricisidir. Və gəldik sonuncu, amma ən vacib suala. Bütün bu qarşıdurmadan, rəqabətdən sonra alıcı ilə satıcı o ortaq məxrəcə necə gəlir? O razılaşma nöqtəsi aradadır. Gəlin bu tapmacanı birlikdə həll edək. Yəni, bütün bu danışdıqlarımızdan sonra əsas sual budur. Tələblə təklif sonda bir qiymətdə necə razılaşır? İqtisadiyyatda buna tarazlıq nöqtəsi deyirlər. Bu, tələb və təklif əyrilərinin qrafikdə kəsişdiyi o bir nöqtədir. Amma gəlin qrafikləri unudaq. Sadə dildə bu o deməkdir ki, bazarda elə bir qiymət yaranır ki, həmin qiymətə satıcılar nə qədər mal satmaq istəyirsə, alıcılar da məhz o qədər mal almaq istəyir. Nə mal artıq qalıb ambarda toz basır, nə də alıcılar mal tapmayıb əli boş qayıdır. Həm alıcının, həm də satıcının razı qaldığı mükəmməl balans nöqtəsi məhz budur. Beləliklə, artıq əsasları bilirsiniz. İndi növbəti dəfə mağazaya gedib bir çörək, bir süd ya da yeni bir telefon alanda bir anlıq düşünün. O qiymət etiketinin arxasında dayanan o böyük rəqsi, o görünməz əlin işini xatırlayın. Bu görünməz tarazlıq əslində sizin aldığınız hər bir şeyin qiymətini necə formalaşdırır? Bu, üzərində düşünməyə dəyər bir sualdır.